Mənə ən ucuz təkər verin, qənaət etmək istəyirəm. Ən ucuz təkər qənaət etmək deyil. Sizə ucuzun ən yaxşısını verə bilərəm. Hansı brendləri tövsiyə edirsiniz? Uyğun qiymətlə Çinin premium klassında məsləhət görürəm. Ucuz və bahalı Çin təkərlərinin fərqi nədir? Fərqi brendlərin adları, modelləri, tərkibi, zəmanəti. Birisi təkər baha olanda deməli material da bahalaşır. Materialının buradan sintetik və natural kauçuk dəyişilir. Komfort olacaq avtomobildə. Deformasiya olması 1%-dən də aşağıdır. Disbalans olmayacaq. Məsəl üçün ucuz təkər alacaqsınız ki, bu videoda əsasən biz necə çəkirik? Son vaxtlar oradan, buradan, bazardan və s. ki, ucuzlu təkərlər ki, müştərilər alır. Balanslarda qalır, vaxt itkisi olur, nə qədər pul itirir ki, birinci sualınız oldu, mən qənaət etmək istəyirəm. Bax, o servislərdə, balans yerlərində tökdüyünüz pullar, itirdiyiniz vaxtlar əslində bu da qənaətdir. Premium Çin təkərləri adi bir Çin təkərindən yumuşaqlığında fərq edəcək, dözümlüyündə fərq edəcək, uzun ömürlüyündə fərq edəcək. Ən azı sürücünün öz rahatlığı və vaxt itkisini qabağını alacaq. Çinin premium klassları dedikdə hansı təkərləri nəzərdə tutursunuz? Burada ümumiyyətlə alıcı diqqətli olmalıdır. Yəni Azərbaycan bazarında yüzlərlə Çin firması var. Premium klassı isə Çinin birinci olduğuna düşənlərlə əsasən. Azərbaycan bazarında isə bir 5 marka hardasa sadalayacağam ki, premium klassda keyfiyyətlidir, zəmanətlidir. Misal üçün Sailong brendi keyfiyyətlidir, Black Hawk brendi keyfiyyətlidir, Rodax brendi keyfiyyətlidir, Goodride brendi keyfiyyətlidir, Westlake brendi bunlara nisbətən zəifdir, amma yəni bunların sıralamasında gedir. Azərbaycan bazarına satılan bir neçə brenddən sadəcə bir 5-ni nümunə kimi çəkdim. Belə başa düşdüm ki, təkər alarkən 2 dəfə xərc etməmək üçün ən ucuz yox, ən uyğun qiymətə ən yaxşısını almaq lazımdır. Əhsən.